Salam hər kəsə. 1 və 2-ci qrupların blokuna düşə biləcəyi tip belə bir sual verilib. Verilənə görə bizdən BAC-nin dərəcə ölçüsü tələb olunur. İlk öncə bunu həll etmək üçün nə edə bilərik? Y və F nöqtələrini bir-biri ilə birləşdirə bilərik. Bu halda AY BY-yə, BF isə FC-yə bərabər olduğundan, yəni tərəfləri Y və F nöqtəsində yarıya böldüyündən, YF bizim üçün bu üçbucağın orta xətti olar və bu AC oturacağına paralel olar. Paralel olmasından bu A bucağının buradakı Y bucağına bərabər olması çıxır. Bundan əlavə də qeyd edilib ki, BNF göğsü 58 dərəcəyə bərabərdir. Bu halda BYF, yəni qeyd etdiyimiz bu bucaq, həmin göğsə söykənən daxilə çəkilmiş bucaqdır və 58-in yarısına bərabər olur. Yəni 29 dərəcə. Bu qeyd etdiyimiz 29 dərəcəli bucaqda qeyd etdik ki, A-ya bərabərdir. O zaman bu da 29 olar. Yəni doğru cavab D variantıdır.